Gənclər Mərkəzində Azərbaycan ilə Çin Xalq Respublikası arasında mədəni və təhsil sahəsində əməkdaşlığın inkişafına yönələn Konfutsi İnstitutunun filialının açılış mərasimi keçirilib. Tədbirin açılışında dövlət rəsmiləri, xarici ölkə nümayəndələri çıxış ediblər. Mərasimdə iki ölkə arasında mədəni humanitar əməkdaşlığın, xüsusilə Konfutsi İnstitutunun ölkəmizdəki əhəmiyyətindən bəhs olunub. Tədbirin rəsmi hissəsindən sonra bədii proqram təqdim olunub. Burada hər iki ölkənin milli rəqsləri və mahnıları səsləndirilib. Qonaqlar Çinli tələbələrin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Mərasimin sonunda uzun müddətli tərəfdaşlıq haqqında saziş imzalanıb. Bu saziş Azərbaycan və Çin gəncləri arasında qarşılıqlı anlayışın, dostluğun və təcrübə mübadiləsinin daha da möhkəmləndirilməsini hədəfləyir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Çin Xalq Respublikasına rəsmi səfəri zamanı imzalanmış strateji tərəfdaşlıq sazişində Konfutsi İnstitutunun inkişafının əhəmiyyəti xüsusi vurğulamışdı və bu təşəbbüs həmin istiqamətdə atılmış real addımdır. Konfutsi İnstitutu çərçivəsində Çin dili kursları, mədəni proqramlar və tələbə mübadiləsi həyata keçiriləcək. Bu gənclərimizə qarşılıqlı mədəni anlayış və dostluq üçün geniş imkanlar yaradacaq.